Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Naftalan su meliorasiya sistemlərinin istismarı idarəsinin xidmət ərazisində ümumi əhalinin sayı 9657 nəfərdir. Onlardan 8668 nəfərinə xidmət olunur. Naftalan şəhər əhalisinin içməli su təminatını ödəyən 2 hektar ərazidə hər birinin həcmi 3000 kub metr olan 2 ədəd mərkəzi su anbarı mövcuddur. Naftalan şəhərində yerləşən abonentlərdən 1934 mexaniki sayğac, 584-ü smart sayğac, 117-si isə sayğacsızdır. Xidmət sahəsində əhali və qeyri-əhali abonentlərinə xidmətin yüksək göstərilməsi üçün müvafiq tədbirlər görülməkdədir. Bu istiqamətdə görülən işlərdən biri də baş verən qəzaların dərhal aradan qaldırılmasıdır. Əhali abonentləri üzrə 23 ədəd su sayğacın yararsız hala düşdüyü üçün yenisi ilə əvəzlənmişdir. 5 ədəd isə yeni sayğac qurlaşdırılmışdır. Bir də bildirmək istəyirəm ki, hal-hazırda İslam Həsənzadə küçəsində magistral kanalizasiya şəbəkəsində tutulma baş verilmişdir. İndi tərəfimizdən həmən tutulma aradan qaldırılır. Naftalan su meliorasiya sistemlərinin istismarı idarəsinin balansında Naftalan şəhər, Qaşaltı, Qaraqoyunlu və Qasımbəyli kəndlərində 700 hektara yaxın torpaq sahəsi mövcuddur. Hazırda kəndlərdə ümumilikdə 6 ədəd subarteziyan quyusu xidmət göstərir. Subarteziyan quyularının 3 ədədi Qasımbəyli kəndində, 3 ədədi isə Qaşaltı, Qaraqoyunlu kəndində yerləşir. Həmin kəndlərdə əkin sahələrinin suvarılması üçün bir neçə suvarma kanalı mövcuddur ki, bu kanallar mütəmadi olaraq lildən təmizlənir. Nəticədə suyun maneəsiz axını təmin olunur. Su itkisinin qarşısı alınır. Koramal arxının 1200 metr hissəsi, Qaşaltı kəndinin içindən keçən Qaraçay arxının 900 metr hissəsi və bir neçə təsərrüfatlar arası arxların lildən kör-kosdan təmizlənmə işləri aparılmışdır. Qeyd edək ki, Naftalan su meliorasiya sistemlərinin istismarı idarəsi içməli su sahəsində 2774 abonentə xidmət göstərir ki, bu da abonentlərin hər biri fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olunurlar. Bundan başqa idarə tərəfindən 2025-ci ilin əvvəlindən etibarən 4920 metr kanalizasiya xətti, 1755 metr yağış suyu xətti və 164 ədəd baxış quyuları təmizlənib və bu xidmətlər hazırda davam edir.